Qədir gecəsinin əməlləri. Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir. Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Mənası budur ki, insan Qur'anı qarşılayaraq deyir: İlahi, sən bu gecə mənə Qur'an nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni, ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm. Qədir gecəsinin namazı. Qədir gecəsinin namazı məğrib və işə namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədir gecəsinin namazının qaydası belədir. Niyyət. Qədir gecəsinin namazını qılıram qürbətən ilallah. Sübh namazı kimi 2 rükətlidir. Lakin hər Həmd surəsindən sonra 7 dəfə İxlas surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alnını səzdəyə qoyaraq 70 dəfə Əstəğfirullah və ətubu iləh deyilir. İmam Sadiq əleyhissalam buyurur: hər kəs bu namazı qıldıqdan sonra səzdəyə gedib 70 dəfə Əstəğfirullah və ətubu iləh deyərsə, səzdədən qalxmamış Allah Taala onun özünün və ata-anasının günahlarını bağışlayar. Qur'an-ı Kərimi başa qoyub, Allah Taala'nın, Peyğəmbərin və imamların adlarına and verməklə Allah Taala'dan günahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allah Taala'nın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni, ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayıram. Həzrət Peyğəmbər buyurur, hər kəs Qur'anı özünə rəhbər edərsə, Qur'an onu cənnətə aparar. Hər kəs Qur'anı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Qur'an onu cəhənnəmə tərəf yönəldər. Qur'anı başa qoyub Allah Taala'ya və 14 məsuma and verməyin mənası budur ki, ey Allahım, mən sənə və sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm. İmam Əli və İmam Hüseyn ziyarətnaməsini oxumaq, 100 rükət müstəhəb namaz qılmaq, Peyğəmbər və əhl-i beytinə salavat göndərmək, Cəvşən Kəbir duasını oxumaq, Həzrət Əli əleyhissalamın qatilinə lənət oxumaq, 100 dəfə Allahumə lə'an qətələtə əmirəl müminin, yəni ilahi, Əli əleyhissalamın qatilinə lənət et demək, 100 dəfə Əstəğfirullah Rəbbi və ətubu iləh demək və tövbə etmək.